Bu bulağı Əbülfəz kişi tikib. Dağlıq bir kənd yolunda köhnə bir bulaq, yanında qulpu qırılmış bir bardaq, daşlarını mamır basıb və yolda suyan hər kəs dayanır bu baxımsız qalmış bulaqdan su içir və kişinin ruhuna dua oxuyur. Sizcə Əbülfəz kişi bu bulağı tikmişdi ki, ölkədə bir nömrəli bulaq olsun, ya su biznesinə girirdi, pul qazanmaq istəyirdi? Bəlkə baxış sayı üçün tikirdi bunu? Sizcə bu Əbülfəz kişinin veci nə idi ki, bu bulaqdan su içən olacaq, olmayacaq? Gündəmə uyğundur, uyğun deyil. Bardağı keyfiyyətlidir, keyfiyyətli deyil. Sən qayənə xidmət eləyəndə artıq tənqiddən azad olursan. Çünki qarşılıq gözləmədən eləyirsən. Qayə məqsəd kəlməsinə bənzəyir, amma məqsədə çatmaq lazımdır, hədəfi vurmaq lazımdır. Qayə nə isə çatmasan belə olar. Egonun xoşbəxtliyə getdiyi yol, mahiyyətin qayəyə getdiyi yol tamamilə fərqli yollardır, fərqli dünyalardır. Birinin içində ağrı, kədər, paxıllıq, qorxu, stres, həsəd, kin, nifrət, şəhvət, şöhrət, rəqabət, məmnuniyyətsizlik. Digərinin içi isə başdan ayağa məna ilə doludur. Biri cılızdır, biri qüdrətlidir.